Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Növbəti mövzumuz oduncaq səthinin bəzədilmə texnologiyasıdır. Əziz müəllimlər, bu mövzuda biz öyrənəcəyik ki, oduncağın səthini necə bəzəyirik. Məişət və ya bağ işlərində oduncaqdan çox istifadə olunur. Məişət və bağ işlərində, lakin öz təbii görünüşündə oduncaq məmulatları ətrafdakı mebel və əşyalarla vəhdətdə gözəl görünmür. Oduncaq hiqroskopik olduğundan öz rəngini və rütubətliyini dəyişir. Buna görə də oduncaqdan olan əşyanın öz istehlak keyfiyyətini uzun müddət saxlanması üçün onun üzərində bəzəmə işləri görmək lazımdır. Bundan başqa, düzgün bəzədilmiş əşya öz təbii görünüşünə nisbətən əhəmiyyətli dərəcədə dekorativ görünüşə malik olur. Deməli, müəllimlər, slaydda nə öyrəndik? Bu bizim dərsimizin girişidir. Oduncaq hiqroskopik olduğundan rəngini, rütubətliyini dəyişir və buna görə də bunu biz bəzəməliyik. Bəzəməliyik ki, gözəl görünsün. Xarrat məmulatlarının bəzədilmə üsulları gəlin görək hansılardır. Şəffaf, qeyri-şəffaf, oxşatma, bir də məxsusi bəzədilmə. Deməli, şəffaf, baxın, teksturası olduğu kimi qalır. Qeyri-şəffaf, oduncaqdan əsər əlamət yoxdur, üzərini rəngləyiblər. Oxşatma, şəkildə aydın görünməsə də, növbəti dərslərdə ümumiyyətcə şəkillər üzrə mən göstərəcəm sizə, növbəti mövzularda da, bu mövzuda da. Yəni, oduncağın özü qalır, sadəcə üz quruluşunu, üz səthini oxşadırıq. Nəyə? Hansı ki, biz ondan bahalı olduğundan istifadə edə bilmirik, həmin oduncaqları neyinirik? Oxşadırıq, həmin oduncaqlara, həmin ağacların teksturasına bənzədə bilirik. Bir də məxsusi bəzədilmə, Bunların hər birini ayrı-ayrılıqda biz öyrənəcəyik, müəllimlər. Deməli, neynədik? Xarrat məhsullarının bəzədilmə üsullarını öyrəndik. Hansıları idi? Şəffaf idi, qeyri-şəffaf idi, oxşatma idi, bir də məxsusi bəzədilmə. 4 dənə idi. Şəffaf, onun əksi qeyri-şəffaf, oxşatma, bir də məxsusi. Gəlin hal-hazırda şəffaf oduncağın bəzədilməsi ilə tanış olaq. Oduncağın şəffaf bəzədilməsi onun səthinə rəngsiz və ya rənglənmiş şəffaf bəzəmə materialının çəkilməsidir ki, bunun nəticəsində yaranan təbəqə oduncağın teksturasını saxlayır. Deməli, biz sadəcə şəffaf rəng çəkirik. Şəffaf rəng çəkirik, oduncağın teksturası olduğu kimi qalır. Şəffaf bəzəmədən əvvəl oduncağı bəzəməyə hazırlayırıq. Bunun üçün hansı əməliyyatlar lazımdır bizə? Hansı əməliyyatların bitirəndən sonra biz bəzəmə işini həyata keçiririk? Gəlin baxaq, müəllimlər. Birinci təmizləmədir. İkinci cilalamadır. Üçüncü ağac xovunun təmizlənməsidir. Neynədik? Üstünü təmizlədik oduncağın. Sonra cilaladıq. Sonra ağac xovunu təmizlədik. Gəlin görək təmizləmə necə həyata keçirilir? Cilalama necə həyata keçirilir və yaxud da ki, xovun təmizlənməsi. Təmizləmə əməliyyatı kiçik gövdəli rəndə ilə yerinə yetirilir. Bəli, təmizləmə nə ilə? Rəndə ilə həyata keçirilir. Rəndənin bıçağı əvvəlcədən yonulur və bülöv daşında itilənir. Bəli, bizə iti rəndə lazımdır. Bıçağını əvvəlcədən yonuruq, itiliyirik bülöv daşında. Əgər təmizləmədən sonra oduncağın səthində qüsur olarsa, məsələn, kiçik budaq və ya qatran ayrılmaları, onda onlar kəsilirlər. Oduncağın özündən calaq salınır. Bəli, oduncağın özündən calaq salınır. Qüsurlu yerlərin təmirindən sonra məmulatın səthi sumbata kağızı ilə kəsici alətlərin izi itənə qədər cilalanır.
Bəli, təmizləmə əməliyyatını dedik ki, rəndə ilə həyata keçiririk. Növbəti mərhələ gəlir cilalama. Cilalama əvvəlcə iri zərrəcikli, sonra ona əvəz edən xırda zərrəcikli sumbata kağızı ilə. Bəli, təmizləməni etdik rəndə ilə, cilalamanı etdik sumbata ilə, sumbata. Əvvəl iri zərrəcikli, sonra xırda zərrəcikli sumbata ilə, xırda zərrəcikli sumbata ilə. Buna fikir verək müəllimlər. Liflərin uzunu boyu yerinə yetirilir. Keyfiyyətli cilalanmış səth tamamilə hamar, təmiz görünüşə malik və əl ilə yoxladıqda ipək kimi olmalıdır. Yəni, əlimizə tilişkələr batmamalıdır. Deməli, cilalamanı nə ilə hamar elədik? İri sumbata kağızı ilə, iri zərrəcikli sumbata kağızı ilə, xırda zərrəcikli sumbata kağızı ilə. Liflərin uzunu boyu, baxın müəllimlər, bura fikir verin, liflərin uzunu boyu neynədik? Sumbata kağızı ilə cilaladıq. Cilalanmış səth lakla örtülməyə hazır deyil. Hansı mərhələ qalıb görək. Belə ki, onun üzərində oduncaqdan laylarla ayrılan kiçik liflər, oduncaq xovları vardır. Bəli, oduncaq xovları. Laklama və ya pardaxlama zamanı xov qalxır və şəffaf lak təbəqəsini deformasiyaya uğradır. Yəni, əlimizlə sürtəndə xov bizim əlimizə dəymir. Amma biz onu rəngləyən zaman, laklayan zaman, pardaxlayan zaman xov başlayır qalxmağa. Pardaxlama da nədir müəllimlər? Əşyanın səthini sürtüb ona parlaq görünüş veririk. Xov xırda zərrəcikli sumbata kağızı ilə təmizlənir. Xırda zərrəcikli. Onu tam təmizləmək üçün cilalama əməliyyatı 2-3 dəfə təkrarlanır. Deməli, xovu təmizləmək üçün 2-3 dəfə cilalama əməliyyatı həyata keçirilir. Əsaslı cilalamadan sonra məmulat oduncaq tozundan təmizlənir. Bəs görəsən, oduncaq tozundan necə təmizləyirik? Bizə lazımdır toz soran, toz soran. Bəli, müəllimlər, gəlin görək bu slaytda nə öyrəndik? Oduncağın şəffaf bəzədilməsini öyrəndik. Şəffaf necə bəzədik oduncağı? Rəngsiz və ya rənglənmiş şəffaf bəzəmə materialını çəkdik. Bəli, şəffaf bəzəmə materialını çəkdik. Oduncağın teksturası olduğu kimi qaldı və ya biraz da çox, elə bil ki, teksturanı büruzə verir şəffaf rəngləmə vasitəsilə. Deməli, biz şəffaf bəzəməmişdən öncə atdığımız addımlar hansıları idi? Etdiyimiz əməliyyatlar təmizləmə idi, cilalama idi, bir də ki, ağac xovunun təmizlənməsi idi. Təmizləməni həyata keçirdik rəndə ilə. Cilalamanı həyata keçirdik sumbata kağızı ilə. İri zərrəcikli ilə, sonra isə xırda zərrəcikli sumbata kağızı ilə. Lifləri uzunu boyu yerinə yetirdik. O qədər eləyirik ki, əllə yoxlayanda ipək kimi olmalıdır. Deməli, biz cilalamanı həyata keçirdikdən sonra laklama və pardaxlama zamanı xov qalxır, şəffaf lak təbəqəsini deformasiyaya uğradır və bunun üçün də biz 2-3 dəfə xırda zərrəcikli sumbata kağızından istifadə etməklə xovları təmizləyirik. 2-3 dəfə təkrar etməklə və cilalamadan sonra neyinirik? Tozdan təmizləyirik oduncağı. Nəyin vasitəsilə? Toz soran vasitəsilə. Bəli, pardaxlama da nə idi müəllimlər? Pardaxlama. Əşyanın səthini sürtürük, ona parlaq görünüş veririk. Oduncaq səthinin bəzədilməyə hazırlanmasının başqa üsulu da mövcuddur. Bu, ağac qatranlama adlanır. Ağac qatranlama. Nədir qatran? Qətran. Oduncağı rəngləmək məqsədi ilə ona dərin hopdurmaq üçün qəhvəyi rəngdə qatı mayedir. Baxın, şəkildə göründüyü kimi qəhvəyi rəngli qatı mayedir. Oduncağı qatranlamaq yuxarıda şərh edilən mükəmməl cilalamadan sonra yerinə yetirilir. Bəli, cilalama əməliyyatını həyata keçiririk, xovu təmizləyirik. Daha sonra bundan sonra detala ağac üçün olan qatran sürtülür. Müəllimlər, qatranlar 2 yerə bölünür. Su üçün olan qatranlar, bir də su üçün olmayan qatranlar. Su üçün olan və olmayan. Gəlin bunların fərqinə baxaq. Su üçün olan qatran kifayət qədər az
böyük olmayan detallara tətbiq olunur. Deməli, böyük olmayan, qeyd edirəm. Müəllimlər, siz də qeyd eləyin öz üçün qeyd dəftərinizə. Böyük olmayan detallara tətbiq olunur. Hansı su üçün olmayan qətran. Beləliklə, hazırlanmış oduncağa bolluca qətran hopdurulur. Ümumiyyətlə, kiçik detallar qətrana batırma üsulu ilə qətranlanır. Kiçik detallar. Lakin böyük taxta və ya paneli qətrana batırmaq mümkün olmadığından adi fırçadan istifadə edə bilərik. Böyük taxtadırsa, paneldirsə, biz onu qətrana batıra bilmirik axı. Onun üçün fırçadan istifadə edirik. Qətran ağaca artıqlaması ilə çəkilir. Çalışmaq lazımdır ki, ağacın canını çoxlu qətran hopsun. Bundan sonra detalların biraz qurumasına imkan veririk. Və bəzəmənin ikinci vacib mərhələsi yuyub təmizləmə mərhələsidir. Bəli, qətranı vurduq, sonra yuyub təmizləyirik. Bu zaman oduncaq liflərinin təsviri qəflətən bütün kəskinliyi ilə üzə çıxır. Oduncaq daha da gözəlləşir. Bəli, qətranı vururuq, ondan sonra yuyub təmizləyirik və onun hansı ki teksturası, gözəlliyi, liflərinin təsviri ortalığa çıxır. Gəlin su üçün olmayan qətranlara fikir verək. Biz öyrəndik hal-hazırda su üçün olan qətranları. Bu qətranlar hansı ki kifayət qədər kiçik olan və böyük olmayan detallara tətbiq olunur. Su üçün olmayanlar hansılardır? Su üçün olmayan qətran tərkibində həlledici olan istənilən detallara tətbiq olunur. Su üçün olmayan qətran çox miqdarda asetonun köməyi ilə yuyulur. Bəli, nəyin köməyi ilə yuyulur? Asetonun köməyi ilə yuyulur. Bu zaman sıx başlıqlı və böyük fırçadan istifadə edirik. Su üçün olmayan qətran çox miqdarda asetonun köməyi ilə yuyulur və sıx başlıqlı böyük fırçadan istifadə edirik. Artıq qətranı oduncağa yaymadan kənarlaşdırmaq üçün bu üsuldan istifadə edirik. Deməli, nədən istifadə elədik müəllimlər? Sıx başlıqlı böyük fırçadan istifadə etdik. Fırça içərisində aseton olan qaba batırılır. Oduncaq detal 20-30 dərəcə maili vəziyyətdə tutulur. Yüngülcə sıxılmış fırça qətranı qovmaq şərti ilə yuxarıdan aşağıya, bəli, yuxarıdan aşağıya istiqamətdə hərəkət etdirilir. Detal digər ucu isə iş masasına dirənir və onun altına higroskopik material, məsələn, adi salfet kağızı qoyulur. Fırça detalın ucuna çatdıqda sürüşüb salfetə düşür və asetonlu, qatranlı qarışıq salfetə oxur. Sonra fırça yenidən asetona batırılır, detal yuyulur. Bu iş detal tam yuyulana qədər davam etdirilir. Bundan sonra detalların asetondan qurumasına imkan yaradılır. Deməli, müəllimlər, gedişat necədir? Su üçün olmayan qətrandan biz həlledicidən istifadə edirik. İstənilən detallara tətbiq edə bilirik. Çox miqdarda asetondan istifadə edirik. Sıx başlıqlı böyük fırçadan istifadə edirik. Oduncağı 20-30 dərəcə maili vəziyyətdə tuturuq. Asetonu qaba batırırıq və yüngülcə yuxarıdan aşağıya doğru hərəkət etdiririk. Hərəkət etdiririk. Sonra detalın digər ucunun altlığına nə qoyuruq? Higroskopik material qoyuruq. Məsələn üçün salfet ola bilər. Ki, biz qətranı istifadə etdikdə aşağı hissəsində hansı ki qətran salfetə hopsun. Sonra fırçanı yenidən asetona batırırıq və detal yuyulur. Bu iş detal tam yuyulana qədər davam etdirilir. Və sonra nə edirik? Detalın asetondan qurumasına imkan yaradırıq. Bəli, bu da bizim qətranlama idi. 3 cür idi qətranlamamız. Su üçün olan və su üçün olmayan qətran idi. Oduncağın bəzədilməsində lak örtüyü ən sonuncu qatdır. Ən sonuncu qat. Lak dekorativ qoruyuculuq funksiyasını yerinə yetirir. Laklar iki cür olur. Hansılardır? Rəngsiz ola bilir. Rəngsiz laklar. Rəngsiz. Rəngsiz. Bir də ki, ton verilmiş.
ton verilmiş. Deməli, laklar iki cür olur. Rəngsiz, bir də ton verilmiş. Rəngsiz laklar təbii oduncağın təbiilik xüsusiyyətinin qorunması lazım olan hallarda tətbiq olunur. Hansı ki, təbiiliyini qorumaq üçün nə edirik? Biz rəngsiz laklardan istifadə edirik. Ton verilmiş lakları isə incə fərq olsun deyə biz ton verilmiş laklardan istifadə edirik. Laklar mexaniki zədələnməyə, hansı ki, cızıqdır, qopuqdur, çatlardır, hər hansı bir zərbədir, təbii oduncaq kütləsi və şponun rənginə təsir göstərən rütubətə, ultrabənövşəyi şüalara müqavimət göstərir. Bəli, laklar nəyi qoruyur müəllimlər? Hansı ki, mexaniki zədələri qoruyur. Mexaniki zədələr hansıları idi? Cızığı idi, qopuğu idi, çatları idi, təbii hansı ki, oduncaq kütləsini biz nə edirik? Laklayırıq və şponun rənginə təsir göstərən rütubətə və ultrabənövşəyi şüalara müqavimət göstərir laklar. Lak təbəqəsi bütün çələ-çötürlüyü mikroçatları dolduraraq səthi hamarlayır. Bəli, qatı olur biraz. Çələ-çötürləri doldurur, mikroçatları doldurur. Sonda axırıncı mərhələ yuxarıda qeyd edildiyi kimi detalın laklanması yerinə yetirilir. Bəli, əvvəldəki mərhələlər hansılar idi? Cilalama, təmizləmə idi, cilalama idi. Sonra xovların təmizlənməsi idi və sonda lakın vurulmasıdır. Lak da oldu iki cür, rəngsiz, bir də ton verilmiş idi. Rəngsiz laklar təbii oduncağın təbii görüntüsünü saxlaya bilir. Ton verilmiş də biraz incə fərq verməklə istifadə edə bilirik. Əgər detal məişət üçün nəzərdə tutulubsa, səthinin yarı tutqun rəng alması üçün ona 1-2 qat nə vururuq? HO222 lakı çəkilir. Bəli. Yarı tutqun rəng alması üçün, HO222 lakı çəkilir. Xarat məmulatlarının qeyri-şəffaf bəzədilməsinin son mərhələsi rənglənmədir. Bəli, qeyri-şəffaf bəzədilmənin son mərhələsi rənglənmədir. Bunu biraz tündləşdirim ki, fərqlənsin. Və son mərhələsi nədir? Rənglənmə. Belə bəzəmənin müsbət cəhəti rəngin oduncağı zədələnmədən qorunmasıdır. Deməli, rəng oduncağı zədələnmədən qoruyur. Eyni zamanda lak da oduncağı zədələnmədən qoruyur. Laklardan fərqli olaraq boyalar əvvəlki qatın tam örtür. Bu isə səthi hamarlamağa, qüsurları gizlətməyə imkan yaradır. Lazımi çalarda boya seçməklə yaranmış qüsuru aradan qaldırmaq olar. Məsələn, dərin cızıqlar varsa, onları biz aradan qaldıra bilirik. Lakda isə, məsələn, oduncaqlarda olur da, düyün kimi olur üzərində. Biz lakladıqda, rəngsiz laklardan istifadə etdikdə, həmin o qaraltılar, çapıqlar görünə bilir. Amma rəng vasitəsilə biz onu örtə bilirik, gizlədə bilirik. Gəlin, baxaq, görək müəllimlər. Oxşatma nədir? Oxşatmanı necə həyata keçiririk? Oxşatma bəzəməsi dedikdə yüksək temperatur bizə lazım olacaq, təzyiq lazım olacaq. Yüksək temperaturda və təzyiqdə oduncaq səthinin süni nazik pərdə ilə üzlənməsi nəzərdə tutulur. Bəli, bax bunu. Baxın, belə nazik, belə deyək də, pərdə kimidir. Biz onu üzləyə bilirik. Oduncağı üzləyə bilirik. Baxın, müəllimlər, bu formada üzlərdir. Biz oduncağın üzərini bunların vasitəsilə üzləyə bilirik. Bu zaman üzlənən səthdə cızılmaya, çirklənmə və müxtəlif kimyəvi maddələrin təsirində davamlı sərt təbəqə yaranır. Bəli, sərt təbəqə yaranır. Belə təbəqənin üz qatı ağacın müxtəlif növlərinə, dekorativ kağıza çap olunmuş təsvirin hesabına oxşaya və ya birrəngli ola bilir. Deməli, ağacın müxtəlif növlərinə oxşaya bilir və ya birrəngli də ola bilir. Yəni, istədiyimiz görüntünü biz yarada bilirik oxşatma bəzəməsində. Oxşatma bəzəməsinin müsbət cəhəti nədir? Üz örtüyünü
Lak boya materialları ilə bəzəməyə ehtiyac qalmır. Bəli, üzü çəkdik və salam. Biz artıq laklamaya və yaxud da boyama işini aparmağa ehtiyac duyulmur. Təbii oduncaqdan fərqli olaraq çalar müxtəlifliyi problemi yaranmır. Bəli, istədiyimiz çaları, istədiyimiz rəngi götürə bilirik. Məmulat, cızılma, çirklənmə, müxtəlif kimyəvi maddələrin təsirinə davamlı olur. Bəli, çirklənmədir, cızılmadır. Kimyəvi maddələrin təsirinə davamlı olur. Üz örtüyü çat vermir. Öz rəngini, teksturasını uzun müddət saxlaya bilir. Oxşatma bəzəməsindən mebel, qapı, radio, televizor və digər məmulatların hazırlanmasında istifadə olunur. Bəli, müəllimlər, oxşatma bəzəməsi həqiqətən də çox yaxşı bəzəmə növlərindən biridir. Rəngə ehtiyac duyulmur, laka ehtiyac duyulmur. Oxşatma bəzəməsi bizə temperatur lazım olacaq, təzyiq lazım olacaq, bir də süni nazik pərdə lazım olacaq və biz oxşatma bəzəməsini həyata keçirə biləcəyik. Müsbət cəhəti odur ki, üz örtüyünü lak boya materialı ilə bəzəməyə ehtiyac qalmır, çirklənmədir, cızılmadır, kimyəvi maddələrin təsirinə davamlı olur, çat vermir. Öz rəngini, teksturasını uzun müddət saxlaya bilir. Biz oxşatma bəzəməsindən harada istifadə edirik? Mebel, qapı, radio, televizor, digər məmulatlarda. Bu slaydımızdan belə öyrənmiş olduq. Gəlin görək məxsusi bəzədilmə nədir, müəllimlər? Oduncağın məxsusi bəzədilməsi bir neçə üsulu var. Məxsusi bəzəmə əsasən sistemsiz istehsalda kiçik ölçülü məmulatların hazırlanmasında tətbiq olunur və geniş yayılmamışdır. Bəli, məxsusi bəzəmə o qədər də geniş yayılmır. Məxsusi bəzədilmə əridilmiş və ya toz şəkilli metaldan bəzəmə qatı ilə yarana bilir. Əridilmiş toz şəkilli metaldan. Bəli, əridilmiş və yaxud da ki, toz şəkilli metaldan bəzəmə qatı ilə, yəni metallaşdırma ilə oduncağın üzərini metalla bəzəyə bilirik. Sonra dekorativ işlər hansıdır? Yiv açmadır, naxış salmadır, daşqaşla bəzəmədir, yandırmadır. Bax, bu formada məxsusi bəzəyə bilərik. Əridilmiş qətranla, baxın, həm əridilmiş metaldan istifadə edə bilirik, həm də əridilmiş qətrandan. Bunlar məxsusi bəzədilmədir. Yiv açmadır, naxış salmadır, daşqaşla bəzəmədir, yandırmadır. Bax, bunlar hamısı dekorativ işlərlə bəzəmədir. Deməli, bir də sistemləşdirək müəllimlər. Məxsusi bəzədilmə hansılar idi? Metalla bəzənmə var idi, qətranla bəzənmə var idi. Bir də ki, dekorativ işlərin yerinə yetirilməsi idi. Əridilmiş və ya toz şəkilli metaldan ona metallaşdırma deyirlər. Əridilmiş qətranla örtülməsi, bəli, bu da məxsusi bəzədilmədir. Dekorativ işlərin yerinə yetirilməsi yiv açma ola bilər, naxış salma ola bilər, daşqaşla bəzəmə və yaxud da yandırma ola bilər. Gəldik mövzumuzun sonuna, müəllimlər. Təhlükəsizlik və sanitariya qaydaları. Gəlin bunları diqqətlə baxaq. Oduncaq məmulatlarının laklanması, rənglənməsi zamanı nəfəs alarkən zəhərlənmədən qorunmaq üçün otağın havası mütəmadi olaraq dəyişdirilməlidir. Bəli, otağın havası dəyişməlidir. Qızdırıcı cihazların yaxınlığında səthləri laklamaq və ya rəngləmək olmaz. Bəli, isidici, qızdırıcı cihazların yanında olmaz. Çünki tərkibləri tez alışan maddələrdən, kimyəvi maddələrdən ibarətdir. Tənəffüs orqanlarının qorunması üçün respiratorlardan istifadə etmək lazımdır. Respiratorda hansı ki, tənəffüs orqanlarını toz, tüstü, zərərli qazlardan qoruyan mühafizə vasitəsidir. Bəli, fərdi mühafizə vasitəsidir. Lak və ya rəngin bədənin açıq yerlərinə düşməsindən qorunmaq lazımdır. İş vaxtı texniki əlcək geyinmək məqsədə uyğundur. İşi qurtardıqdan sonra nə edirik? Əllərimizi əsaslı surətdə sabunla yuyuruq. Bəli, təhlükəsizlik qaydalarımız hansı idi? Laklama, rəngləmə zamanı nə edirik? Otağın havasını tez-tez dəyişirik. Qızdırıcı cihazın yanında rəng lakdan istifadə etmirik. Tənəffüs orqanlarımızı qoruyuruq respirator vasitəsilə. Bədənimizin açıq yerlərinə düşməsinə şərait yaratmırıq. Əlcək geyinirik və sonda da əllərimizi
Sabunla yuyuruq. Belə müəllimlər, bu mövzumu sonda var. Oduncaq məmulatlarının səthinin laklanması, bu da praktik işdir müəllimlər. Bunu da hər ehtimala qarşı qeyd etmişəm bura. HO 222 markalı lak bizə lazımdır, oduncaq tirciyi lazımdır, müxtəlif nömrəli sumbata kağızı lazımdır, enli fırça lazımdır, altlıq taxta, nəm salfet kağızı, bir də respirator lazımdır. İşin gedişi necədir? Ola bilsin ki, bizə sual düşsün ki, oduncaq məmulatlarının səthinin laklanması, gedişat necədir? Birinci addımımız nədir müəllimlər? Fikir veririk. Lak, fırça və altlıq taxtanı hazırlayırıq. Sonra oduncaq tirciyi sumbata kağızı ilə cilalayıb, nəm salfet kağızı ilə tozunu təmizləyirik. Deməli, sumbata kağızı ilə cilalayırıq, salfetlə tozunu təmizləyirik. Oduncaq tirciyin səthinin laklanmasını yerinə yetiririk. Bəli, mövzumuz bu qədərdir müəllimlər. Allah zeyin açıqlığı versin. Sağ olun, Allah amanında.